ayında düzgün qidalanma oruc müddətində bədəninizi enerji və su balansını qorumaq üçün çox vacibdir. Bu baxımdan xurma həm qida dəyəri, həm də faydalı təsirləri ilə iftar və imsak süfrələrinin əvəzolunmaz meyvəsidir. Xurma zəngin enerji mənbəyidir. Tərkibində təbii şəkərlər, glukoza, fruktoza və saxaroz olan xurma oruc açdıqdan sonra sürətlə bədənə enerji verir və yorğunluğu aradan qaldırır. Bu xüsusiyyət sayəsində xurma iftardan sonra ani enerji boşluğu yaranmasının qarşısını alır və oruc müddətində yorğunluq hissini azaldır. Xurma həzm sistemini dəstəkləyir. Oruc müddətində bağırsaq fəaliyyəti yavaşladığı üçün həzm problemləri ortaya çıxa bilər. Xurmanın tərkibində yüksək miqdarda lif var ki, bu da bağırsaq funksiyasını dəstəkləyir, qəbizliyin qarşısını alır və həzmi asanlaşdırır. Vitamin və mineral deposudur. Xurma A, B və K qrupu vitaminlərlə yanaşı maqnezium, kalium, dəmir və kalsium baxımından zəngindir. Bu maddələr orqanizmin bütün sağlamlığını qoruyur, immun sistemini gücləndirir və əzələ fəaliyyətini dəstəkləyir. Susuzluğu azaldır. Orucluq müddətində bədən maye itirdiyi üçün susuzluq hissi yarana bilər. Xurma isə su tərkibli və lifli olduğu üçün oruc vaxtı yaranan susuzluğu yüngülləşdirir. Ürək-damar sağlamlığını qoruyur. Xurma tərkibində olan antioksidantlar və kalium qan dövranını tənzimləyir, ürək ritmini sabitləşdirir və xolesterol səviyyəsini balanslı saxlayır. Beləliklə, iftar süfrəsində 1-2 ədəd xurma yemək həm orucu sağlam şəkildə açmağa, həm də bədəni ehtiyacı olan enerji və qida maddələri ilə təmin eləməyə kömək eləyir. Xurmanın həmçinin digər təbii qidalarla süd, qatıq, qoz fındıq və tərəvəzlərlə birlikdə qəbul edilməsi orucu daha sağlam və rahat şəkildə keçirməyə imkan yaradır. Qısaca desək, xurma Ramazan ayında bədənin enerjisini təmin edən, həzmi asanlaşdıran və sağlamlığı qoruyan təbii və dadlı meyvədir.